Dar paltar geyinəndə bu cür problemdən tamamilə azad olmaq üçün sizin yalnız iki çıxış yolunuz var. Birinci bahalı variantdır, ikinci isə ucuz. Birincini 3-4 aydan bir etmək lazımdır, ikincini isə həftədə 2 dəfə. Birincisi sinir siqnallarını tər vəzilərinə ötürməsini dayandıraraq tər ifrazatını 3-4 aya saxlayır. İkinci isə tər vəzilərini bloklayaraq 2-4 günə kimi tər ifrazatını dayandırır. Birincinin qiyməti 100-400 manata kimi ola bilər, ikincinin isə 7-12 manat civarında. Birinci qıcıqlanma qızartı yaratmır, ikinci isə düzgün istifadə edilmədikdə yarada bilər. Hər ikisi də düzgün istifadə edildikdə sağlamlığı üçün ziyansızdır. Birincidə kompensator tər ifrazatı riski az da olsa var, ikincidə yoxdur. Yəni digər nahiyələrdə tərləmə artmır. Birincini bəlkə də çoxlarınız artıq bildiyi bu qoltuqaltı botoks prosedurudur. İkinci isə alüminium xlorid tərkibli antiperspirant. Çoxları düşünür ki, bəzi yerlərdə tər ifrazatını dayandırdıqda sağlamlığa ziyandır. Hərçəng və şişlər yaradır və toksinlərin xaric olmasına əngəl olur. Ancaq elmdə bu təsdiqini tapmır. Toksinlər əsasən qaraciyər və böyrəklərdə xaric olunur. Tərin tərkibində isə su və duzlardır. Alüminium xloridin isə hərçəng və şişlərlə heç bir əlaqəsi olmadığı sübut edən tədqiqatlar var və tədqiqatların linkini mütləq aşağıda paylaşacağam. İstifadə etdiyim alüminium xloridli antiperspirantın linkini də storydə paylaşacağım.